Vicdan sizcə nədir? Vicdan insanın içərisində keçirdiyi əzablar, istirablar, onun yaşadığı hadisəyə baxaraq reaksiyasıdır. Məsələn, Cinayət və Cəzada ən çox baxdığımız, fokuslandığımız əsas şey də vicdandır. Raskolnikovun vicdan tezisi üst insan tezisidir. Nietzsche'nin də bildirir. Allah şükür baqalarda deyirəm. Mən neçə illərdir ki, Şeyxul İslamam. Vicdanın nə olduğunu bilmiyorum. Amma mən bilirəm, ona görə bilirəm ki, Cinayət və Cəza kitabını oxumuşam və orada bu kitabı oxuduqdan sonra anladım ki, vicdan nə olan şeydir. Düzdür, yazarların xəyali dünyası fərqli olur, geniş olur. Özü də Dostoyevski. Cinayət və Cəzada məsələn ən çox üst insan tezisi mənim üçün çox maraqlıdır. Mənim fikrimcə hər bir insanda həm üst insan məqamı var, həm də onun vicdanına qorxu göstərir ki, Napolyon hər bir şeyi eləyə bilir, onun məqsədlərinə yönündə olaraq davam edir. Adrianonu öldürəndə fikirləşir. O düşünüb, onu öldürməsinə siz nə əsas verirsiniz? Baltasını niyə başqa yerdə də gizlədə bilərdi? Öz çarpayısının altında gizlədi. O pulu gedib başqa yerdə gizlədir, amma baltanı həmin məhz çarpayısının altına gizlətməsi maraqlı məqamdır. Müəyyən bir zaman üzərindən keçdikdən sonra bu hər zaman onun içini yeyib bitirən bir məsələ idi ki, çox nüans var. O öz etdiyi əməli etiraf etməyə və vicdanı ilə boğuşmağa, içərisində müəyyən bir əzab çəkməyə, özünə rəva bilməyərək etiraf etdi. Mənim fikrimcə etiraf edir ki, bəlkə daha, yəni psixoloji olaraq rahatlanmaq istəyir, vicdanı rahatlatmaq istəyir və nəticədə etiraf edir. Bəlkə də biraz da ona psixoloji təsir edən o. Bəli. Məsələn, gəlib həqiqətən tutsaydı, komissarlarla birlikdə gəlib onu tutsaydı, o qədər də təsir göstərməyəcəkdi. Lakin onu tam buraxması, öz-özlüyünə buraxması vicdanı ilə üzləşməsinə səbəb olur. Əslində, hər insanın işi deyil. Nüanslar var ki, üst-üstə düşəndə o artıq o içini, daxilinə onu parçalayırsa, mütləq ki, onu kiməsə və yaxud da müəyyən bir yerdə özünü büruzə verəcək, bir səhvlər edəcək məlum məsələdir. Bu kitabdan siz əlavə olaraq nələr öyrəndiniz, sizə nə verdi? Vicdanın həqiqətən insana necə təsir etdiyini öyrəndim. Yəni mən sadəcə əvvəllər vicdan sadəcə boş bir şeydir kimi, boş bir şey kimi deyil də, sadəcə hadisələrə necə reaksiya verməyimizdə bizim mənəvi qanunlarımızı ortaya qoyan bir şey kimi. Daha sonra vicdanın hadisələrə qarşı olan necə təsiri və s. bu haqda həqiqətən çox maraqlı bir məqam idi. Vicdanın ağırlığını sizə. Ağırlığına bəli. Ona görə deyirəm də, yəni bu kitab oxuduqdan sonra mənə hiss elətdirdi ki, həqiqətən vicdan nədir? Vicdanın əsasları nədir? Möhtəşəm kitablardan təbii ki, biri deyə bilərik. Sadəcə sevmədiyim kitabı da səmimi olaraq etiraf edərəm. Amma mənim üçün önəmli olan kitablardan biri. Bütün kitablar təbii ki, mənim üçün əzizdir. Bəzən deyirlər ki, bu kitabı bəyənmədim. Bəyənmədiyim bir kitabdan da hər hansısa bir məlumat, hər hansısa bir təcrübə qazanıram deyə düşünürəm. Əslində zövqlər fərqli olduğuna görə bəyənməmə məsələsi önə çıxa bilər. Yəni hər kəs eyni şey. Fərqli, məsələn, bir kitabı oxumaq istəyəndə araşdırıram. Kimsə dedi deyə deyil. Baxıram onun. Düzdür, ola bilsin ki, müəyyən yazarlar var ki, klassiklərdən, müasirlərdən daha geniş yayılmış ola bilər. Biraz mental dəyərlər, kimsə dedi, beynimizdə hər zaman sıfırlanır ki, o kitabı dedilər. Və mən onu araşdırıram, baxıram ki, mənim zövqüm gəlirmi, hansı ki, rəylərə baxıram, bu kitab haqqında nə deyib. Kimsə dedi deyə deyib. Yəni mənim zövqlərim də üst-üstə düşür deyə oxuram. Təbii ki, klassikanın yeri bir başqadır.